Alaqanqal yağı ilə bağlı bəzi izləyicilərimizdən suallar var ki, yəni qaraciyərə nə qədər faydası var və öz daşına hansı dərəcədə təsirləri var. Alaqanqal yağının qaraciyər üçün çox böyük faydası var. Onun toxumundan həm yağın çəkib yağ kimi istifadə eləmək də olar, həm də onun toxumun üyüdürlər. Kofe üyüdəndə üyüdüb birbaşa onu toz halına salıb çay qaşığı ilə bir ağza qoyursan, üstündən də normal su içirsən. Bu formada istifadə eləmək olar. Hətta bizim dərmanlarımızdan var, silimarin tərkibli bir preparatlardır. Sırf alaqanqalın toxumundan istehsal olunur. Qaraciyər qoruyucu təsiri var, ödün keyfiyyətini yaxşılaşdırıcı təsiri var. Amma öd daşı ilə bağlı soruşurlarsa ki, ona bir öd daşın əridici bir təsiri yoxdur. Amma içə bilərmi? Hə, təbii ki, içə bilər. Onu zərər eləməz, onu yerindən oynadıcı bir kimi şey soruşursa, bəli, o yerindən oynatmaz. Amma belə sırf daş üçün də çox da faydası olmaz.